Paşinyan Bakıdakı Zəfər Paradından danışıb. Gündəm xəbərin efirində 12 noyabr tarixidir və bir xəbəri diqqətinizə çatdırırıq. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı hərbi paradın keçirilməsi məsələsində münasibət bildirib və Gündəm xəbər Qafqaz İnfoya istinadən məlumat verir ki, Paşinyan məsələ ilə bağlı müxtəlif fikirlərin səsləndiyini deyib. Onun sözlərinə görə erməni ictimaiyyətində bir qrup insan parada ehtiyac olduğunu düşünsə də, bəziləri bunun əleyhinədir. Bəli, Azərbaycanda keçirilən Zəfər paradından sonra bu mövzu Ermənistanda da aktuallaşıb. Biz sülh gündəliyinə fokuslanmışıq, lakin eyni zamanda yanlış məlumatların yayılmaması üçün ictimaiyyətin informasiya təhlükəsizliyi təmin edilməlidir. Baş nazir həmçinin də əlavə eləyib ki, əgər paradın keçirilməsi barədə qərar qəbul olunsa, tədbir çox təsirli ola bilər. O həmçinin əhalinin yeni alınan hərbi texnikaları görmək istəyinin də böyük olduğunu vurğulayıb və bir çox qrupların artıq paradla bağlı müraciət etdiyini bildirib Ermənistanın baş naziri.